Gecə yarısı otağında uzanmısan, ətrafda sakitçilik birdən-birə səsi ilə pozulur. İndi yaxşı, bu ruhdur, qarabasandır, yoxsa bunun hər hansı bir elmi izahı var. Əslində bu səs televizordan çıxır və bu səsin əslində qalsa elmdə bir izahı da var, adı da var. Buna thermal expansion noise deyirlər. Bəzi araşdırmalar onu göstərir ki, televizorun daxilindəki materiallar isinir, sonra gecə vaxtı soyuyur və bu fərq arada materiallar arasında gərginliyi azaldıb çoxaltdığına görə bu səs çıxardır. Hətta 2012-ci ildə Panasonic mühəndisləri bununla bağlı böyük bir araşdırma və hesabat hazırlamışdılar. Və bu hesabatın sonunda bu səsə post-operational expansion noise deyirlər. Yəni kəsinə qalsa bu səsin arxasında doğrudan da bir elm durur. Yəni bu hər hansı bir ruh və s. deyil. Yəni qorxmağa ehtiyac yoxdur.